Sevgili izləyicilər, inşallah bu çəkilişdən yəni demişdik ki, inşallah bu axırıncı bizim mayakımızdır. Bak gördüğünüz kimi Yaşar Ustada işləyir. Baxın, sən Allah baxın, buna baxın. Elə bil ki, güzgidir, güzgidir. Vallahi deyirəm ha. Super da yəni işə söz ola bilmir. İş çox gözəl, keyfiyyətli, dəqiqliklə işləyir. Baxın. Vallahi deyirəm, yaşından yəni asılı olmayaraq, yəni fərqi yoxdur. 10 il işləyirsən, 15 il işləyirsən. Amma bir yana onu bilirəm ki, bu işdə sərgəli, təmiz. Neçə il işləməkdən fərq deyil də. Fərq olur ki, dəqiq işləyirsən, təmiz işləyirsən, sərgəli işləyirsən. Və də ki, işlədiyin iş yerində iz qoyasan. İz qoyasan ki, hər daim sən axtarsınlar, yəni axtarı tapsınlar. Yəni hansı peşənin sahibi olursan ol, fərqi yoxdur. İstər bənna ol, istər malyar ol, istər santexnik ol. Fərq eləməz. Elektrik ol, maşın ustası ol. Fərqi yoxdur. Baxın, görürsünüz də. İş superdir, iş super. Yəni işə söz ola bilməz. Yəni çox gözəl. Buyur Yaşar usta. Hamıya salamlar. Halın yoxdur, amma yəni ürək sözü deyiləm. Hamıya deyənəm, əsas odur ki, sən bütün ustayı professionallardan sağlasın. Hərənin öz işinə görə bir gözəlliyi var. Yəni kəpənin məqsədi, kəpənin məqsədi. Düzdür, mən də şikarım var. Rahat çəkirsən, qəşəng şumal görsə də, görürsə də görürsən. Yəni əsas bütün iş göz açırsın. Bir maniyada, istəyir yerdə. Əsas o tergiyəsi lazım aslında. Bunun da halalızın yanında. Hamıya salamlar. Oldu deyim, canım qurban. İyi ki varsan, əllərin yorulmasın, qolları qüvvət, canı da taqət. Bunlar boş işleri. Cancırma videomuzu bırakır ama. Buradan belə. Görürsən. Ora hazır. Qıraqlar var, bir damcı olan yerə. Onları buraya sonra vuracaq. Görürsən. Orada hazır. Görürsən. Zalda. Görürsən. Bura mən özüm şey qoyuram. Yəni beləncik qoyacağım bura. Bura heç kim girməsin.